Çalışanda buraya açan işler görmək olur. Buna görə də zəhmət olan hər kəsə təşəkkürlər. Bugün xeyli ziyarətçilər var Bakı Zooparkında. Uşaqlı, böyüklü axın var. İstirahətçiləri bəlkə ona görədir həm də xüsusilə də burada yaradılan bu şəraitə görə insanlar daha həvəslə gəlirlər bu yerlərə. Aşağıda bəbirdir, sallı bəbir dolaşır və tam çərçivələnib təhlükəsizlik tədbirləri ilə bağlı vəhşi heyvanların qəzəbinə tuş gəlmək üçün bura gələn insanlar belə bir yollarla əhatə olunur. Demək uşaqlar 16 yaşına qədər, 4 yaşından 16 yaşına qədər uşaqlar 16 yaşdan yuxarı güzəştli kateqoriyaya aid olmayanlar isə 7 manata Bakı Zooparkının ərazisinə daxil ola bilərlər və burada həm istirahət edə, həm də görmədikləri heyvanları canlı olaraq görə bilərlər. Gördüyünüz kimi bəbir birazdan qayğılı, fikirli görünür və axşam gəzintisindədir. Güzel tarafta ayılar ve bir ayı yukarıda. Bəli. Orada. Bak burada da canavarlardır, ya çaqqaldır. Burada orada. Efendim istenmiş. Burada böyle bir leşenlerin, böyle bir körpülerin, yerüstü keçidlərin tikilməsinin özü ziyaretçilerin işini xeyli asanlaştırır və onların daha rahat asudə hərəkəti eyni zamanda buradakı canlılara tamaşa etməsini asanlaştırır. Burada da dağ keçisidir desem ya, böyle bir çok güzel bir manzara. Dağın üstünde böyle muhteşem çok duruşuyla sanki üstü məşqlərdən sonra. Ziyaretçilerin karşısında
şovu göstərir. Bağlar da var. Böyle burada da pələng nərildir. Ziyaretçiləri özünə cəlb eləyə bilir. Təbiətin gözəl vaxtıdır, yaz yağışı ələnir. Günəşli həm də hava. Əsl belə ekskursiya üçün, belə gəzinti üçün gözəl bir vaxtdır. Uşaqlar üçün ən gözəl anlardır. Bəlkə biraz diqqətli olmasın ki, burada hər hansı bir təhlükəli vəziyyət yaranmasın. Göründüyü üçün burada ayrı-ayrı ölkələrdən gəlmiş turistlərlə rastlaşdığım şəxslərin Pakistandan və Ərəbistan, Ərəb ölkələrindən olduğu məlum olur. Möhtəşəm duruşları ilə indi vahiməli səs səzasından reaksiya verirlər. Bir səsi də burada. Araqda bir qoyunu qaynaqlarına alıb aparmağa qadir qartallar. qədər daşıyır və adı da oğlu götürəndir. Bir oğlunu götürməyə qadir. Allah. Belə sakit oturublar, elə bir ki, çox məsum. Bu qədər məsum görünürlər ki, qanatlarım gərib.